Onun nəfəsini kəsərəm. Bu ağası, mən olmaramsa demə. Ay Mənzurə xanım, siz psixologiyanı yaxşı bilərsiniz. Siz məni. Bu ağası. Psixologiya, özü. Bilmirsiniz psixologiyanı. Psixoloq da. Yox, yəni psixologiyanı niyə mən də deyirəm? Yəni çox adam görmüsünüz, çox məclislər görmüsünüz, çox adam deyir, adam tanımaqla mən ona heç kim baxamam. Yəni bu nə demək? Yəni mən sabah olmaya da bilərəm. Bax da, ola bilər ki, olmaya biləsən, nə mənada. Həyatda deyir, heç vaxt, heç vaxt. Sən adın Mənzurə xanımdır. Yox da, mən özümün sualının cavabıdır, mən özüm deməliyəm də. Mənzurə xanım, mənim haqqımda nə bilsin? Sevən belə deməlidir ki, mənim həyat yoldaşımdan ölüm ayırar. Ya. Bax, ölüm ayırar deyir ki, heç vaxt böyük heç vaxt böyük danışmaq olmaz. Düz deyir. Ay, o elə də elə deyir. Həyatda bəzən elə şey olur ki, elə danışmalısan ki, sabah bir şey olsa belə deməsinlər ki, dilin tökülsün. Sənə necə danışır? Sən deməlisən ki, natiqsiz, düz demirəm, həyatdır, mən nə bilim, elə bir şey eləyər, bəlkə mən ayrılaram ondan. Bəs elə bir şey eləyə bilər də. Eləsə insandır da, insan, bilirsiniz, son günə qədər mən insanın ümidi, necə deyim, güvəni, mən güvənmirəm misal üçün, tam olaraq. Həyat yoldaşına %100 güvənmirsən. %100 güvənmirəm. Çünki kişidir də. Güvənmək olmaz. Ümumiyyətlə, bax bu gözümdən bu gözümə güvənmirəm. Hamı hər şey eləyə bilər. İndi, sənin bu sözlərindən sonra, onu deyim ki, Natiq dedi ki, bu sözlərindən sonra, amma məni ondan təkcə ölüm ayırar. O həmişə onu deyir. Alqışlayın da əliniz qırılsın, alqışlayın. Alqışlayın da. Yox. Bax, demək Natiq Qumralı. Qumralın Natiqi sevməkdən daha çox sevir. Ola bilər. Ola, çünki kişi daha çox sevməlidir. Bəylər daha çox sevməlidir ki... Sevgi qarşılıqlı olmalıdır. Qarşılıqlıdır, donsuzdur. Qarşılıq olmasa 20 ildir mən Natiqin yanında nə gəzirəm. Onu düzdür. Sevirlər ki, bir yerdədirlər də. Amma güvənmir. Güvənmirsə... Bəylərə tam güvənmək olmaz. Kim qadına tam yazıq bəylər deyir xanımlara güvənmək olmaz. Bəy xanımına güvənər.